Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Allahümme yassir li emri ve şrah li sadri ve hlul ukdeten min lisan yafkahu kavli. Allahümme allimna ma yanfa'una ve nefa'na bima allamtana inneke entel alimul hakim. Allahümme beyin lana hakka hakkan varzugna ittiba'ahu ve beyin lana batıla batılan ve cümle min. Möhtərəm müsəlmanlar, istərdim günümüzdə mühüm məsələlərdən olan bir məsələ barəsində qısa bir xatırlama edim. Hansı ki, bu mühüm bir məsələdir. Hansı ki, insanlar, müsəlmanlar bu səbəbə görə bir-birlərinə soyuq olurlar, mübahisəli olurlar və bu da müsəlmanların zəifləməsinə gətirib çıxarır. Və bu məsələ də, qardaşlar, yerli və yersiz, səbəbli və səbəbsiz yerə bir-birinlə mübahisə etməkdir. Allah xüsusda görürsən ki, günümüzdə hər hansısa bir ixtilaflı bir məsələyə mi görə və ya da dünya bir məsələyə görə müsəlmanlar bir-birlərlə mübahisələr edirlər. Hansı ki, mübahisələr də müsəlmanların zəifləməsinə gətirib çıxarır. Amma o ki, qaldı ki, mübahisə ki, dini mübahisədir, etiqad məsələləridir və ya da dində olan mühüm bir məsələlərdəndir. Və bu məsələlər isə dində tələb olunan, haqqın ortaya çıxması üçün zəruri olan məsələlərdən sayılır. Biz isə danışırıq Allahın izni ilə yerli və yersiz səbəbi olmadan və ya da səbəbsiz yerə hər hansısa bir mübahisə, hansı ki, o mübahisə Allah xüsusda nəfslə bağlıdır. Yəni, heç bir haqqın ortaya çıxması məsələsi ilə bağlı deyil. O, bu kimi mübahisələr təbii ki, dində məzəmmət olunan, mübahisələr hesab olunur. Allah Subhanahu wa Ta'ala Quran-ı Kərimdə buyurur ki, Əl-İmran surəsinin 46-cı ayəsidir. Allah Ta'ala buyurur ki, وَاطِيعُوا اللّٰهَ وَرَسُولَهُ وَلَا تَنَازَعُوا وَتَفْشَلُوا فَتَذْهَبَ رِيحُكُمْ وَاصْبِرُوا اِنَّ اللّٰهَ مَعَ الصَّابِرِينَ. Allah Subhanahu Ta'ala Quran-ı Kərimdə buyurur ki, Allah'a və onun Rasuluna itaat edin və bir-birinizlə mübahisə etməyin və ruhdan düşüb zəifləyərsiniz və səbirli olun. Həqiqətən də Allah Subhanahu Ta'ala səbir edənlərdəndir. Bu ayədə açıq-aşkar göründüyü kimi, səbəbsiz yerə mübahisə etməkdən Allah Subhanahu Ta'ala çəkindirib. Çünki o səbəbsiz yerə olan mübahisələr müsəlmanların zəifləməsinə gətirib çıxarır. Və müsəlmanlar da zəifləyəndən sonra onların ətraf cəmiyyətə təsiri azalır. Bu da müsəlmanların zəifləməsi səbəbi ilə də və görürsən ki, bidət əhli və digər batil dinlərdən olan nümayəndələr müsəlmanların üzərinə gedirlər və zəif müsəlmanları bu mübahisələr səbəbi ilə ortaya çıxan mübahisələr səbəbi ilə də dindən uzaqlaşdırırlar. Allah qorusun. Allah Subhanahu bizi salamat eləsin. Və həmçinin də Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin mübahisəni tərk edənlər barəsində də gözəl bir müjdəsi vardır. Hansı ki, o mübahisəni tərk edənə Peyğəmbər sallallahu aleyhi və səlləm cənnət müjdəsi vermişdir. Əbu Umamə radiyallahu anhu rəvayət edir ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə demişdir. Haqlı olsa belə mübahisəni tərk edənə cənnətin kənarında bir ev veriləcəyinə mən zəmanət verirəm. Zarafata olsa belə yalan söyləməyən kimsəyə cənnətin ortasına bir ev veriləcəyinə zəmanət verirəm. Əxlaqını gözəlləşdirənə isə cənnətin ən yüksək yerində bir ev veriləcəyinə zəmanət edirəm. Hədisi Şeyx Albani Səhih Ət-Tərğib kitabında 2648-ci nömrə ilə hədisi səhih hesab etmişdir. Və bu hədisdə əslində Peyğəmbər sallallahu aleyhi və səlləm bir neçə məsələdən danışmışdır. O məsələdən biri odur ki, haqlı olsa belə mübahisəni tərk edənə. Çünki mübahisə həmişə iki tərəf arasında olur və onlardan biri hökmən, haqlı olur. Çünki hər iki tərəf haqlı ola bilmir. Onlardan biri haqlı, biri isə haqsız tərəf ola bilir.
Və bu hədis Peyğəmbərimizin sallallahu əleyhi və səlləm bildirdiyi kimi haqlı olan olsa belə, yəni sən haqlı ola-ola mübahisəni tərk eləsən, o zaman Peyğəmbər sallallahu əleyhi və səlləm cənnətin kənarında bir ev zəmanət verib. Kimə? Mübahisəni tərk eləyənə. Hansı halda tərk eləyənə? Hətta haqlı olsan belə. Bu hədisimizdə olan birinci məsələdir. İkinci məsələ isə Peyğəmbərimiz buyurub ki, sallallahu əleyhi və səlləm, zarafata olsa belə yalan söyləməyin kimsəyə, cənnətin ortasında bir ev veriləcəyinə zəmanət verirəm. İkinci məsələ isə kimə aiddir? Yalan danışanlar. Hətta zarafatla olsa belə yalan söyləməyən kəs. Çünki əksər hallarda görürsən ki, insanlar zarafatla adi halda yalan danışmasalar da, amma zarafatla yalan danışa bilirlər. Və burada isə Peyğəmbərimizin sallallahu əleyhi və səlləmin açıq-aşkar ləfzi var ki, zarafatı olsa belə. Yəni burada hədis ilk öncə əsasən bilərəkdən yalan danışanlara da, adi halda yalan danışanlara aiddir. Amma Allah Rəsulu baxın görün ki, nəinki bilərəkdən, hətta zarafatı olsa belə yalan danışana müjdə verib. Yəni bu o deməkdir ki, əgər zarafatsa yalanı tərk edənə müjdə verilibsə, deməli mənfəəti üçün, hansısa bir səbəbi üçün, yəni bilərəkdən yalan danışan isə, yəni bundan daha haqlıdır ki, yəni yalanı tərk eləsin. Bundan daha haqlıdır ki, yalanı tərk eləsin. Baxın görün məsələ nə qədər ciddidir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm yalandan çəkinməyi, nə qədər məsələnin pis və məzəmmət olduğunu bildirmək üçün hətta zarafatla olsa belə yalanı tərk eləyənə cənnətin ortasında ev zəmanət vermişdir. İndi baxın görün, əgər zarafatla yalan tərk eləyənin məqamı budursa, görün bilərəkdən yalan danışan, şəxsi mənfəəti üçün yalan danışan və hətta ki, kiminsə əleyhinə yalan şahidlik edənlər tərk eləsə gör necə olar. Hansısa bir qövmün eybini açmaq üçün yalanları tərk eləyənlərin gör cəzası nə qədər mükafatı, nə qədər əzəmətli olar. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm burada, yəni zarafatla olsa belə söyləməklə, amma bundan daha qabaqda olan açıq-aşkar yalanların tərkinə birbaşa bizi təşviq etmişdir. Üçüncü məsələ isə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurub ki, əxlaqını gözəlləşdirənə isə cənnətin ən yüksək yerində bir ev veriləcəyinə zəmanət verirəm. Üçüncü məsələ isə gözəl əxlaq sahibidir. Hansı ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "Bu'ittu li utammima məkarimal əxlaq." Mən göndərilmişəm ki, bütün kamil, gözəl əxlaqları tamamlamaq üçün, kamilləşdirmək üçün. Və bu hədisdə isə əxlaqını gözəlləşdirən, yəni bir insanın əxlaqı yaxşı deyilsə, əxlaqı pisdirsə, insan öz üzərində işləyir, çalışır, nəfsinə güc gəlir, istər nəfsini orucla islah eləyir, istər nəfsini sədəqə ilə islah eləyir, istər nəfsini gecə namazları ilə, gündüz ibadətləri ilə, Quran oxumaqla islah edir. Yəni hər bir halda insan cəhd göstərir ki, öz nəfsini islah eləsin və əxlaqını gözəlləşdirsin və nəticə etibarilə həmən insan gözəl əxlaq sahibi olarsa, bu zaman artıq ona Peyğəmbər sallallahu əleyhi və səlləmdən cənnətin ən yüksək yerində ona ev veriləcəyi, yəni zəmanəti varmış. Baxın görün bu hədisdə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm mübahisəni tərk etməklə yanaşı başqa iki məsələnin də mühümlüyünü bizə çatdırmışdır. Və həmçinin də mübahisəni tərk etmək barədə bizim sələflərdən olan Sufyan Əth-Thawri rəhməhullahın da gözəl bir sözü vardır. Sufyan Əth-Thawri də Əhl-i-Sünnənin hədis üzrə imamlarından hesab olunur. Yəni böyük bir fiqhə, hədisə, hifzə malik olan bir alim sayılır və həmçinin də belə deyim, hədis elmi üzrə imamlardan hesab olunur və onun da bu kəlamını Əbu Nuaym Hilyətül Əvliya kitabının 7-ci cild 82-ci səhifəsində qeyd etmişdir. Sufyan Əth-Thawri rəhməhullah belə demişdir: Möminə xəyanət etməkdən çəkin. Çünki möminə xəyanət edən Allaha və Rasuluna xəyanət etmişdir. Əgər qardaşın
qardaşını Allah yolunda sevirsənsə, ona özünü və malını əsirgəmə. Mübahisələrdən, çəkişmələrdən və ziddiyyətlərdən uzaq ol, çünki sən zülmkar, xain və günahkar olarsan. Baxın, görün, böyük imamlar necə də gözəl bir sözlər, hansı ki, qızıl su ilə yazılan, yəni bir kəlmələrdir. Nə buyurur? Buyurur ki, möminə xəyanət etməkdən çəkin. Hansı ki, müsəlman heç bir halda öz qardaşına xəyanət etməli deyil. Və bu kəlam Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin onlarca hədislərindən götürülmüşdür. Çünki Peyğəmbər sallallahu aleyhi və sələm də dəfələrlə hədislərdə buyurub ki, müsəlman müsəlmana xəyanət etməz. Və ikinci cümləsində isə buyurur ki, deməli, Süfyan Əth-Thawri rəhməhullah deyir ki, möminə xəyanət etməkdən çəkin, çünki möminə xəyanət edən Allah və Rasuluna xəyanət etmişdir. Yəni, baxın, görün ki, möminə xəyanət nə ilə qarşılaşır? Möminə xəyanət edən Allah və Rasuluna qarşı xəyanət etmiş olur. Çünki bizi birləşdirən imandır, bizi birləşdirən dindir. Əgər bugün sən öz iman əhli olan qardaşına xəyanət edərsənsə, deməli, sən sonradan isə Allah və onun Rasuluna da xəyanət etmiş olarsan. Və həmçində buyurur ki, əgər qardaşını Allah yolunda sevirsənsə, ona özünü və malını əsirgəmə. Yəni, əgər bir müsəlman öz müsəlman qardaşını həqiqi Allah üçün sevirsə, yəni onların arasında heç bir qohumluq bağı yoxdur, heç bir dünya bir səbəb yoxdur. Yəni, sırf aralarındakı sevgi Allah üçündürsə, o zaman həmən sevginin mahiyyəti odur ki, müsəlman öz qardaşına qarşı həm malını, həm də canını əsirgəməz. Yəni, lazım olsa öz malından keçər, lazım olsa öz canından keçər. Yəni, bu da onun göstərişi, bu da həqiqi müsəlmanı Allah üçün sevməyin, yəni, bax, nəticəsi budur. Əgər sən həqiqətən də mən filan qardaşımı sevirəm deyərsənsə, o zaman sən ona öz malını əsirgəməzsən. Onun ehtiyacı olduğu qədər ona yardım eləyərsən, onun irzini qoruyarsan, onun namusunu qoruyarsan, onun şərəfini qoruyarsan. Və həmçində sonunda isə buyurur, hansı ki, bizə aid olan məsələ də budur. Dedi, mübahisələrdən çəkin, çəkişmələrdən və ziddiyyətlərdən uzaq ol. Yəni, mübahisələrdən, hansı mübahisələrdən? Yerli, yersiz, səbəbsiz olan mübahisələr, hansı ki, nəfslə bağlı olan mübahisələrdir, özünü haqqa çıxartmaq üçün olan mübahisələrdir, hansı ki, dünyəvi mübahisələr, dünyavi bir mal üçün, dünyavi bir səbəb üçün olan mübahisələrdir. Çünki bu mübahisələr, bu çəkişmələr, bu ziddiyyətlər hara aparıb çıxarır? Nəticəsi nədir bunların? Süfyan Əth-Thawri rəhməhullah buyurur ki, çünki sən zülmkar, xain və günahkar olarsan. Çünki bu mübahisələr etməklə, yəni sən öz nəfsini haqqa çıxartmaq istəyən zaman, sən istədiyin yolu əl atacaqsan. Həmən qarşındakı insana böhtan da atarsan, iftira atarsan, onun eyiblərini də atarsan, yəni birin üstünə 5 də qoyub deyərsən, onun tövbə elədiyi hansısa bir günahını açarsan, eləmədiyi bir günahı böhtan atarsan, iftira atarsan, yəni səbəb nə olacaq? Sənin onunla olan mübahisən, çəkişmən, aydındır və səninlə olan ziddiyyətlər. Nəticədə nə olacaqsan? Sən zülmkar. Çünki sənin öz nəfsini təmizə çıxartmaq üçün atacağın addımlar səni vadar eləyəcək ki, sən məzlum rolundan çıxıb zalim roluna düşəsən. Çünki belə halda isə sən artıq məzlum yox, sən artıq zalim olacaqsan. İlk öncə əgər sən məzlum idinsə və havalə eləsəydin, Allah sənə kifayət edərdi. Amma sən nə edin? Sən özünü təmizə çıxartmaq üçün, mübahisədən haqlı çıxmaq üçün, bu çəkişmələrdən, ziddiyyətlərdən özünü doğru çıxartmaq üçün, özünü təmiz, pak, mələk kimi göstərmək istədiyin üçün, sən istər-istəməz məzlum rolundan keçirsən zalim roluna. Artıq sən hər bir yola, hər bir vasitəyə əl atırsan. Və nəticədə isə sənin bu elədiyin əməl sən həm zülmkar edir, həm sən xain olursan və həmçində sən sonunda bu elədiklərin səni artıq günahkar bir bəndəyə çevirir. İndi baxın, görün, möhtərəm müsəlmanlar, yəni həqiqətən də mübahisə etməyin nəticələri necə olur? Mübahisə etmək, haqsız yerə mübahisə eləmək, yəni özünü, nəfsini təmizə çıxarmaq üçün edilən mübahisələr, bu ziddiyyətlər, bu çəkişmələr sonunda insanı hansı
haldan hala salır. Allah Subhanahu taala bizi eşli faydalardan eləsin. Və sallallahu alə Muhammedin və alə alihi və sahbihi ecmaîn.